Rəşad qardaşım, sən mənə kömək elə. Mən də siz kömək eləməyin. Görək Orxan Samasdayəçinin öz intellekti ilə tapa biləcək o necə olur. Allah, sən Allah. Sən bə gördün. 500 manat buradan kullanıram ona. Gəlin. Bax, izləmədə qalın. Çox maraqlı şeylər olacaq. Hardan bilirsən, bax, hardan bilirsən, çox maraqlı şeylər olacaq. Ya Allah, salam əleykum əziz YouTube kanalımın izləyiciləri. Deməli, belə bir qərara gəlmişəm ki, sizin üçün kamp videoları çəkim. Gəlmişik Qusara, Vüqar qardaşım, Rəşad qardaşım, Kərim abi. Gəlmişik Qusardayıq. İndi səhər yeməyi yeyəcəyik, buradan gedəcəyik, bazarlıq eləyəcəyik. Ondan sonra keçəcəyik bura. Bu meşəlikdə çadır quracağıq. Kampda bir gün meşədə qalacağıq. Və bu meşədə başımıza gələn şeyləri çəkib sizlə paylaşacağım inşallah. İzləmədə qalın, çox maraqlı şeylər olacaq. Hardan bilirsən, bax, hardan bilirsən, çox maraqlı şeylər olacaq. İnanıram ki, çox maraqlı şeylər olacaq. Bazarlıq eləyirik buradan. Özdə ilk götürdüyümüz. Yumurta gəlsin. Rəşad qardaşım, əməlli bazarlıq elə. Bizim bazarlığa gəlmişik, ilk aldığımız şeylər var. Heç kim bilmir nə axtarır. Hələ bir dənə də gəzir. Kərim qardaş, qutarmır sizin bu bazarlığınız. Faydalı işlərlə məşğulam, dağılmış malları yerəm. Aferin sizə, aferin. Burada qardaşlar nə alırlar? Nə alırsınız qardaşlar, nə alırsınız? Marshmallow. Ay, çox sağ olun, çox sağ olun qardaş. Siz nə alırsınız Rəşad bəy? Çay. Çay. Bizim qadamızı alar. Çay aldım. Nəsə aldım? Özə bənçədən çay. Bəli, yekunlaşdırdıq, indi gəldik kassaya. Rəşad qardaşımız ödəniş eləyəcək, biz çıxacaq buradan. Tam saatı Rəşadın boyunda. Burada kənarda dayanmışam, mənim nəyimə lazımdır, Rəşad qardaşım ödəniş eləsin. Onsuz da özü üçün alıb hər şeyi. Gələm kömək eləyim, qoy gedim kömək eləyim, yaxşıdır. Pulum mən verməm, heç olmazsa kömək eləyim. Allah'tım ki, kömək eləyəcəm. Çıxdım bayra sigaret çəkməyə, qoy özləri yıxsınlar işte orada. Orada yığır Kərim. Mənim nəyimə lazımdır, mən də burada sigaretimi çəkirəm də. Bəli, bazarlığımız hazırdır, yığmışıq maşına. İndi hara gedirik? Benzinimiz də var, amma pulun özü yox. Gedirik hara meyvə almağa. Ət almağa, meyvə almağa. Gedək meyvəni alaq, sonra ət alaq. Bazardır bura, buradan içəri girib. Getdik. Gəlmişik, meşədəyik. Maşınlar fikirləşir ki, buradan nə tər keçəcək. Görək. Deməli, bir... Ora bataqlıq idi deyə oradan girmədik. Keçin. Burada qal, axşam 9-da gəldik. Geçin. Gələk, yol tapdıq. Ora bataqlıq idi deyə oradan keçmədik ki, buradan keçək. Maşınlarımız batmasın. Mən deməli düşdüm maşından ki, bunları çəkim də videoya qəşəng görüntüsüz adı olsun. Bir də saxlayıb mənə götürmədi qardaş. Daha bizi çəkmirsən, gəl səni götürə yaparaq. O da bunların dostluğu, yoldaşlığı. O gördülər, şikayət edirəm, saxladılar maşını. Çatmışıq. Çadırımızı bura quraşdıracağıq. Yəqin ki, buralara bir yerə. Çadırımızın quraşdırılmasını da çəkəcəm. Ay, yoruldum. Neynəm sənə yorulmuşam. Nəsə, çadırın quraşdırılma prosesində çəkib göstərəcəm sizə. İzləmədə qalın. Manat necə qazanılır? 500 manat buradan kullanıram ona. Yandığım yer. Ben de belə şərtlər yox. Tamam, belə eləyim, ayağımı qoyum ora keçireyim. Ayağı qoyub keçə bilərsən, şpakat ata bilirsən. Qaçıb tullanmağa mən tullanıram. Qaçıqdan mı kullanır da? Qaçıb tullanmaq olur. Palçıq 500 manat. oradan, bura çox uzundur. Nə oldu, tullandı da? Quru yerdə yoxlayaq da görən nə qədər. Bəli. Gəl, Rəşad qardaşım, gəl boşalt, quraşdır görə çadırımızı. Bura çox istidir hələ ki. Deməli, burada bizim çadır ləvazimatlarımızdır. İndi Rəşad qardaşım biz üçün çadır quracaq. Biz də baxacaq. Biz də baxarsınız. Hə, mən kömək eləmək. Yox, kömək yox. Kömək eləmək üçün Kərim abini gətirmişik. Mən Spartini geyinim əynimə. Gəl. Davay. Mənə belə bir stol veriblər.
Mən otururam burada. Mən dincəlirəm. Qardaşlar da çadır düzəldirlər. Bunun şeyine bak, kampa gedirəminə bax. Budur da bə kampa belə gedirlər də. Operatorsan ha? Mən dincəlirəm. Yorulmuşam. Şiddət olmaz. Neden? Ben senin maşının bölümüne. Ha, maşının yerini dəyişərik, problem yoxdur. Nə açaq görək, nə boyda tutur o yer. Necə doldururuq Rəşad qardaş? Deyirsən, əllə doldurmaq tez olur. Ha, onda, Orxan ağzıyla doldur. onda əllə doldurun. Əllə tez doldur ha. Əllə doldurmaq tez olursa əllə doldurun. Bu onu şişirdəcək. Koyuqdaşı fərasətə bu. Saç qurudan fen səsi verir. Üzrixan Bu Temu'da almışsa. Uşaqlar, sizi çox yormaq istəmirəm. Gözləyirəm ki, çadır dolsun. Sonra sizə hazır vəziyyətini göstərim. Burada çox işlər var, xırda işlər var. O xırda işlər üçün sizi yormuram. Tam şəkildə çadır falan hazır olsun, hamısını göstərəcəm. Hələ ki, özümdə oturmuşam, bekarçılıqdır. Yaxşı, sənin olsun Kərim, sənin olsun, istəmirəm. Bu da pasvetdir. Narazı. Paltarım. Çadırımız belə dolur. Əziz dostlar. Ya, bana bak adam sen. O tərəfini də artarsan da. Kərim, kömək elə, boş-boş gəzmə ortaqda. Kömək elə çadırın o tərəfini dart. Ay, bak. Dart o tərəfini doldursun. Sen özün ne işe yarıyorsun? Bir de kim olarak buradasın sen? Ay operatör. Operatörü sakla. Mən ilk dəfədir gəlirəm, təcrübəsizəm. Ben de birinci vəzik çadırda yerləm. Ben çadırda Mən təcrübəsizəm. Vüqar qardaşım heç dünya ləmbətinə doğru. Heç Vüqara söz demir sizə. Vüqar oturub orada heç bir işlə məşğul olmur, ona söz demirsiniz. Sürüp yorulur. Sen yolda dişi yuxum gəlir. Yuxum gəlir. Yolda qarşılara. O yerdən bilmirsən artıq. Ya sen daf mən onu şişirdim də. Bölüşdürün, işi qəşə bölüşdürün əməlli. Gördün mü? Əlim vuran kimi çadır düzəldi. Orasını düzəltdim, burası aşır. Ora qapımızdır, girişdir. Allah qapınızı açsın. Çadırımızın içi də belədir. Quraşdıracaq bura. Bir də Rəşad qardaşım, sən mənə kömək elə. Bunu... Mən də siz kömək eləməyin. Görək Orxan Samasdayəçinin öz intellekti ilə tapa biləcək o necə olur. Yox, mən öz intellektimlə tapacağam ki, bu bura bağlanır, o ora. Prosta Necə bağlanır var da. necə bağlanır var da. Sən birinci o dəmirləri müəyyən eləməlisən. Zadача budur ki, o dəmirlər nə işə yarayır. Dəmir bizə lazımdır. Axırını aldım. Hə, axırda, hə, heç nə. Bu bura. Rəşad sən aldatdığı stulu boşaltdı. Hə, zor, mənə bu səs. Bu nədir? Nətər bağlanır? Sıx da o sıx bağla. Bildim, bu hara gəlib bağlanır ki bu? Onlar birbirine düğünde de bir kuru. Hə, Rəşad, bir-birinə deyil. Bir kuru vur abi. Sürüşmezsen şah. Bir kuru vur. Rəşad siqaret çəkir, Rəşad siqareti. Bir kuru vur onu. Sonra çıkar. Hə, dinləyelim. Sürüşüp aşağı düşmesin. Oturanda düşmesin. Bir kuru da bağla. Yox, Orxan məntiqən bu aşağı düşməməlidir. Ona nail ol. Hə. Hə. Bəli. belə qalmalıdır havada. Yo, ben bu tarafını bağlayacağım. Sen o bağla. Sen geç çatı bura. Və gördüm mən tərəf hazırdır, qaldı Vüqar tərəf. Bu sənin ağırlığına tab eləməz. Saf basmadı o. Özü uzananda o yatacaq aşağı da. Dola. Emin olsaydı deyəcəkdi ki, gecə yatsın da. İndidən niyə yatır? Bir villa. Sənə də yad eləyir ya buradan. Zemus restoranının direktoru.
Süper insan, Gəncənin Hə, fəxri. indi bu dəmirlər bizə lazımdır ki, burada. Burada lazım olur. Sen o bir Axırda dakika harda lazım. abi? Mən sənə də deyəcəm dəmir sən harda lazım Gece olacaq. yatanda lazım İndi olur. uzanıram da mən burada. Bu qırılsa, qopsa, düşsə, Yox. bu kampı burada saxlamağa dəyər. Hə, belə yaşayış budur. Yok yok. Şey başı bu tarafa başı hündürde o. İndi o nə tək gəlsin yazdı. Hər şey yaxşıdır, zor. Başaya uzanıb. Kollar sal çare. Yaxşıdır. Sən nə istəsən mən? Titanikdəki qıza oxşayırsan, Orxan, Titanikdəki qız. Qolları sal deyim sənə bağlayım bura. Eşitsən, Titanikdəki qız da belə uzanmışdı. Jack onun ikili çəkirdi. Biraz yerləmə. Əlabıcı çox oldu, ha, yerlər zat. Biraz, Yerlər çox mən. yox, biraz. Eller mesafe azdı. Söz yaxşıdır. 3 dəfə belə eləsə yatacam. Başı o taraftan koy şu hündürde. Kasıbın istirahati də istirahətdir öyle. Al, öyle bak. Necə kül olsun? Mən neçə ildir bunda yatıram belə bir şey baş. Ona bak. Malı cırılıb yalandan gülür. Uy, böyle bütün əyləncəmiz pozuldu ha bundan da. Qaydırıq Bakıya. Mən Maşınımızın üstündə qəşəng yatmalıq yeri var. Üstündə davadır. Hə, açaq görək nətər olur. Pləkanı da var belə. Pləkanı qoysan. Onun dəmirlərini düzəltməzdim. Düzəldə düzəldim. Baba için çokun onun içinde orada. Aa burada da. Doğrudan. Doğrudan. Görsən. Spaniyonun çok onun içinden çıktı. Görsən qaraşın büyüşdü sənə. Bəli, boş-boş meşədə gəzirik. Gedirik, güya orada nə yumurtası idi? Orada ay vüqar. Kara soyuk. Qara toyuq yumurtası var. Gedirik ona baxmağa. Nədənsə belə bir şey eləyirik. Dronumuz qalxır havaya. Soyuqdan üşüyür. Deməli, ocaq qalamaq üçün drondan istifadə edirik. Drondan ocaq qalırıq. Hayatını alıştırabildim. Ben bu görmeyi düşünüyorum. Hakem. Oradan bir bakalım. Drondan ocaq qalırıq. Bunun geçenden dolaşıyor. Nə ilə qoruyarsan özü? Hə? Bu Kustar üsündən hazırlanmış Aha. orta əsrlərə aid silah növüdür. Elə bil üstüvə hansısa vəhşi heyvan gəlsə, özünü bununla qoruyacaqsan. Bumerang kimi istifadə edəcəm bunu. Bu burası bumerangdan tək fərqi nədir? İzah edeyim. Atırsan qayıtmır. Bəli. Rəşad qardaşımız ət doğrayır yemək bişirmək üçün. Hə. Baxaq görək. Rəşad qardaş nə bişiririk? Əlini çək. Əl qabiliyyətimi çək. Əla. Sən durub kömək eləmə ha, yaxşı? Bu odu kim qalıyıb bəs? Onu Vüqar qardaş. O çör-çöpə var orada bir dənə. Hə, çör-çöpü sən götürmüsən, odunları da yenə Vüqar gətirib. Allah haqqı mən gəlib gətirmişəm. Al Qurana qulaqları yekələri mən gətirmişəm. Bu. Önce oradan tapdım gətirdim. Sən o gəlib oradan tapmışam. Çox sağ olun Kərim qardaş. Və mənim oturmağım belə bu məclisə əsalət gətirir. Mənim oturmağım belə. Allah Məsələn, razı bax get 50 dənə yerdə, gör sən hansı reklam verirəm. Get 50 dənə yerdə necə Kərim abi ilə kampdaydı. Bu bəsdir elə. Bəli, çöl həyatı belə olur. Bilirəm ki, şeylər nə Nə deyirsən Kərim qardaş? O mağarada zadda yaşayan adamlar, Aha. yəni məsələn milyon il bu prosesi eləyirlər də ancaq. Gözəlbəysən, od qalada, işıq yox, bir şey yox. Hocam böyle gelen yegane o. Ay, sən
Əlvi yandırma. Əlvi ələ. Ay sağ ol. Elə, hə. Burasını yazın. Saklan abi. Almamışıq. Tuz almamışıq. Tuz almış. Tuza vurmadı. Gəl tuz vur üstünə. Əgər çevirəndə o bir üzrə də tuz vuracaq. Sen bilərsən duzun yerini. Ay bəh. Bəli, əziyyətlə bişirdiyim izqara. Bəli, əziyyət çəkirəm. Siz qarasınız, biz qara. Qardaş, bax, mən bayaqdan əziyyət çəkirəm onu bişirmək üçün. Əziyyət ararsan hara. Bişəndə belə olur. Bir də vitadan atman lazım. Gecə qaranlıq düşüb, ocaq qalıyırıq. Kərim abi zülümlə ocaq qalıyırıq. Texnologiya inkişaf. Bir dənə onu göstər Kərim abi. Aydan. Texnologiya inkişaf. Rəşad qardaş da yorulub, yemək zad pişirib, yorulub. Bax dostlar, gecədir uje. Gedirik odun yığmağa qardaşlarla. Hə. Gedirik odun yığacağıq ki, bəs gecə əlimizdə belə bir dənə fanar var. Ay can. Bir dənə də qaytar dala. Ay can. Nəsə gedirik odun yığmağa gedirik. Gedib odun yığıb gətirib burada yandıracağıq. Kərim abi indi Amma biz birdən ağacları doğramırıq da. Biz qopmuş odunları götürürük. Çox sağ olun. Təşəkkürəm bu məlumat üçün. Birdən də ver onu mənə. Ver onu mənə. Birdən işdi şikayətdir. Ay çıxdı sənin qabağına. Sizi qaçıb getsəm kifayət edir. Hə? Sizi qaçıb getsəm kifayət edir. Elə bir ki qaça bilmədin. Əldə sən kimin dostusun? İndi buradan tullanmalıyıq. 500 manat. Buradan tullanırıq. Onda siz tullanın. Hə. Ya Allah düşdü quyuya. Kərim. Kərim getdin. Salır ora salmaya. Hə. Davay. Yox, bura kapitdən olmaq. Növbə mənə də çatacaq. Abdə bura yaxındır, buradan tullan. Allah heç nə olmaz. Çıxar çəpiyi tullan. Sal orada işik sal. Hə. Davay. Daha tullan görəydi. Hala salıram dala. Ya Allah düşdü kanala. Hə. İndi də növbə məndədir. Növbə məndədir. Gözdə sən mən çəkim. Hə, çək oradan. Götür dala arkaya götür. Hə, Orxan tullan. Növbə məndədir. Hə, tullan. Yine burada işini gözüme vurma. Çok ağzına çek. Qəşəngsən canavar. Heç də düşmədi amma. Bəli. Görsən? Bəli, bu qaranlıqda bizim nə işimiz var? Ha? Və sənin götürdüyün odun bundan artıq olmayacaq. Bu da Rəşad qardaşımızın götürdüyü odun. Səhərə qədər odunumuz var. Aha. Hə dostlar, getdik deməli odun yığdıq bu qədər. Gətirib odun qalamışıq, yoruluram, ölürəm. Kərim bəy də orada ölür. İnternetimiz də zəif. İnternet zəif. Bu onun üçün transfer eləmişəm. Rəşad qardaşım da burada. Burada internetimiz. Ya valla da burada internet bizim nəyimizə lazımdır. Oyunda oyuncu almışam. Aycan, hə. O elə bil internet yoxdur ki, Mən onu çox trenirovkaya yaxından qoyum da menecerdə. Sabah xeyir olsun, səhər açıldı. Və beləliklə bu kamp videomuzun sonuna gəldik, çatdıq. Mən bu işdə təcrübəsizəm, belə vlog çəkmə işlərində təcrübəsizəm. Əlimdən gələn qədər çəkdim. Əgər xoşunuza gəlsə, inşallah gələn dəfə daha peşəkar çəkərik. Sağ olun, var olun.